Ekranlara baxırsan, ekranlarda aparıcılarımız səviyyəsiz, sözün əsl mənasında riçləsi olmayan, intellekti olmayan, tarixi bilməyən, ancaq hır, mır, zır, bax belə şou yaradan aparıcılardır. Onlar bilmirlər. Sözün əsl mənasında toy müğənnilərini yığırlar ora. Xeyir olsun toy müğənniləri. Orası sənətkarlar lazımdır. Sənətkar sözün əsl mənasında. O üzr istəyirəm bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nicahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr istəyirəm ifadəmi. Niyə çıxardırız səfərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız ora, bir-biri ilə gəh vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villaları ilə, meydan oxuyurlar maşınların bahalısı ilə, meydan oxuyurlar maşınların nömrəsinin bahalısı ilə. Bilirik də, bu şərəfsizlər görməmişlərin əlinə ki, pul düşdü, büdcəni dağıtdılar, milyonları var. Bu qancıqlar üçün xərcləyirlər də. Onlar üçün meydan yaradırlar. Efirlərdə reklam edirlər bunları. Bunları gərək nəzarət lazımdır. Sovetin vaxtında belə küçə adamlarını ekrana buraxarlardı. Qətiyyən mümkün deyildi. Mümkün. Senzura var idi. Baxırdılar. Senzura nə idi? Ləyaqətli adamları, təmiz adamları. Yəni millətə, xalqa xeyir verən, onların problemini həll edən insanları dəvət eləyirlərdi. Bu nədir bura? Nədir bura? Zənənə hamamdır. Nədir? Bu şortu müğənnilərdir toyda. Buralar Moskvadan, Rusiyadan, hər yerdə pul qazanırlar, gəlirlər, özlərini reklam eləyirlər. Nə tərbiyələri var, nə qanacaqları var, nə onların şərəfi var, nə ləyaqəti var. Üzr istəyirəm sizdən. Bunların ancaq nədir? Hacı axtarmaq, hacı tanımaq və bir də toylarda ortalıqda meymunluq eləyib pul qazanmaq. Bunları ekranı çıxartmaq ayıbdır axı. Ayıbdır. 1000 dəfə deyirəm ayıbdır. Ayıb olsun. Ayıb olsun o televizyon kanalında oturan o şərəfsizlərə. Ar olsun o televizor şirkətinə nəzarət eləyənlərə. Mən bunları nə qədər deyim? Bunları deməklə qurtaran deyil. Onların bir-bir yaxasından tutub ekrandan səlvələmək lazımdır. Nə var burada? Xeyir olsun. Bunlar sənətə gələndə necə gəlirlər? Hacı xanım kimi geyinirlər, başlarını bağlayırlar, bədənin başlayırlar. İndi lüturiyan çıxırlar ekrana. Pul sizə, ayıb olsun. Onları reklam eləyənlər ayıb olsun. Onları orada çıxardan ayıb olsun. Onlara şərait yaradanlara min ayıb olsun. O pulların bu fahişələrə xərcləyən hacıların sifətinə tüpürürəm. O hacı xanım var, o hatta deyirlər ki, vaxtıyla quş saxlayanlara quşbaz deyirlərdi. İndi quş saxlayanlara həci deyirlər. Bu hacılara ayıb olsun. Min qat. Çünki görməmiş adamlardır. Pul bunların əlində. Ona görə bunlara da meydan lazımdır ki, xanımlarla. O xanım onun qucağına atlanır, bu bunun qucağına atlanır, bu bunun həyasız hələ fahişəliklə bunlar özlərini danışırlar. Reklam eləyirlər özləri. Bunların abrı yox, həyası yox. Bu həyasız zümrəni bir dəfəlik süpürüb atmaq lazımdır.